ay öncə bir bodybuilderlə bu haqda onlayn Instagramda bu dərmanı tərifləmişdi və mən bilib bilmədiyi dərmanların insanlara tövsiyə eləmədiyi haqqında ona yazmışdım, bir kommentar bildirmişdim. Təbii ki, həmin o bodybuilder məndən söhbəti Varovskoya aparmaq istəyir və təbii ki, yenə diskusiyaya getmədim. Amma bu səbəb nə idi? Oturub insanlara bilib bilmədən, yan təsirlərini bilmədən heç bir dərman tövsiyə eləmək olmaz. Son illərdə aparılan araşdırmalar nəticəsində onu gəlib çıxıb ki, bir məqalə oxudum. Finasterid, dudasterid qəbul edən deməli xəstələrin 320-sində özünü öldürmə girişində bulunub. Bu Amerikada bu araşdırma aparılıb. Depressiyaya sürüklədiyi yan təsirini bilmədən bunu xəstələrə saçın artacaq kimi satmaq məncə professionallıqdan kənardır. Finasterid həqiqətən də çox effektiv bir dərmandır